Deməli dostlar, bu karaoke'də olmuş hadisə ilə bağlı mən də kiçik bir video çəkmək istədim. İstədim ki, bir şeyə fikrimi bildirim. Çünki illərdir mən bunu deyirəm. Birincisi onu demək istəyirəm ki, orada rəhmətə gedən, tanımıram, o karaoke'ni tanımıram. Allah rəhmət eləsin. O pubdımı, karaoke'dimi, yəni adım belə bilmirəm. Sözüm onda deyil. Mən ümumi olaraq karaoke'lərdən və publardan danışmaq istəyirəm ki, Azərbaycanda bu yerlər nə dərəcədə təhlükəli yerlərdir. Və mən ümumi danışıram. Siz TikTok'a girirsiniz, Instagram'a girirsiniz və görürsünüz ki, burada reklam eləyirlər. Ən yaxşı set, ən gözəl set, pubları, zirzəmilərdə yerləşən pubları, pivəxanaları reklam eləyirlər və gəncləri elə yerlərə şövq eləyirlərmi deyirlər, sövq eləyirlərmi? Yəni elə yerlərə çəkirlər. Hansı ki, əslində gedib girirsiniz içəri, içərisi elə yer deyil, ailəvi yer deyil. Bir çox pubların sahibləri bu blogercikləri çağıranda deyirlər ki, mütləq denən ki, bura xanımlar üçün də yaxşı yerdir. Bura ailəvi yerdir. Qəti surətdə inanmayın bu insanlara. Baxın, onlara ayda 10 dənə təklif gəlirsə, mənə ayda 50 dənə təklif gəlir. Və təvazökarlıqdan uzaq olsa da bu belədir həqiqətən də. Bu boyda reklam təklifi gəlir. Mən pubların, karaoke'lərin heç birinin reklamı ilə məşğul olmamışam indiyə qədər, olan da deyiləm. Çünki içki verilən yerlər Azərbaycanda bir növ, necə demək sizə, o yerin sahibi də yaxşı insan ola bilər, o yerin təmiri də yaxşı ola bilər. Hətta elə olmuşdu, bir dəfə məni bir qardaş zəng elədi, reklama çağırdı. Həqiqətən çox mədəni, tərbiyəli bir insan idi. Və onun, belə deyim də, pub kimi bir yeri var idi, amma biraz restoran kimi idi. Kabinetlər var idi, bir də ki, zalda yerlər var idi. İçərisinin təmiri də mükəmməl idi. Nəysə, məni inandırdı, mən getdim ora. Təsəvvür eləyin ki, mən içəri girmişəm. Baxmayaraq ki, içərisi çox qəşəng, belə lüks yerə oxşuyur. Orada qaqaşın biri oturub zalın ortasında. Üzr istəyirəm ifadəmə görə. Ayağını bu şəkildə qaldırıb, bu makasin, arxası olmayan makasinlərdən də geyinib. Belə-belə ayağı ilə oynayır. Nə bilim, söyüşlə danışır. Kimsə telefonda ona bir video göstərir, söyüşlə reaksiya verir ona, səs-küylü qışqıraraq. Yəni, içəri girdim, gördüm ki, baxmayaraq ki, yaxşı yerə oxşuyur. Amma burada oturan adamı, necə deyim sizə, üzr istəyirəm, zibilə salar da. Məni görüb uzaqdan məsələn belə eləyir. Nəysə də mən o problemdən uzaqlaşmağa çalışdım. Sizə demək istədiyim bundan ibarətdir ki, kim ki TikTok'da, Instagram'da, YouTube'da görürsünüzsə ki, ən yaxşı set, publar, nə bilim, onlar Azərbaycanın gənclərini məhv eləməyə çalışırlar. O blogerciklər 3 manata görə, 5 manata görə inanmayın onlara, o pubları reklam eləyənlərə. Xahiş edirəm, özünüzü problemə salmayın. İçki verən yerlərə gedəndə ehtiyatlı olun.